Vaxtınız xeyir olsun. Deməli 16 oktyabr 2025-ci il Qubadlı rayonunun Dondarlı kəndi. 32 il sonra ilk dəfə Dondarlı kəndində bax işıq yanır belə. Ha bax, bu kişilər də burada oturublar. 32 il əvvəl bax, bəzilərinin məhəlləsi elə bax bu məhəllədə idi, bəzilərinin yuxarı kətdə idi, kəndin yuxarı hissəsində idi. Bu insanlar gələndə cavan oğlanlar idi. Maşallah, indi ahıl yaşdadılar, nəvə oynadırlar, nəticə oynatmağa hazırlaşırlar. Allah xeyirlisin, qismət eləsin inşallah. Gəlsinlər nəvələrinə, nəticələrinə bu gözəl yurtda bu gözəllikləri onlara təqdim eləsinlər. Bura haradır? Samavarımız, ocağımız, çaynığımız, hər şey. Maşallah olsun. Bəh. Ürək sözlərinə, Asif. Ülfət, Nərman. Şükür Allah'ın bu gününe ki, büyük şükür. Ahırız geldik, öz kendimize ışığı yandırabildik. Ha, şükürler olsun. Kendimizin havasına, suyuna, insanlarına kurban olalım. Vallahi güzel tabiatımız, güzel kendimiz. İnşallah beşikkanı da hazırlayıp geleceğiz. Allah kömək olsun, Rövşən. Siz də gəldiniz bura. Bu kənd ərazisidir. Doğacaq yanına gedək. Işıq da burada. İnşallah xeyrisindən hər şey yaxşı olur. Ha, Nərman müəllim, sana da xatirələrini eşitsək yaxşı olur. Ben de diyeyim, ben de değilim, hem sözleri koşullarım olsun. Allah canımızı sağ eləsin. Əsas odur bax. Belə bundan da güzel işler görmeye arzu edirəm sizə. Allah canınızı sağ eləsin. Bu da bəndəniz. Bu da mən. Rövşən Murad. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları, məqamları ucadır. Allah qazilərimizə sağlıqlı, uzun ömür nəsib eləsin. Onların qanı bahasına, canı bahasına, sağlamlığı bahasına biz bugün bu torpaqlardayıq. Biz bugün bu torpaqlarda 32 ildən sonra bax işıq yandırmışıq. İnşallah ki davamı olsun, elimiz, obamız köçsün öz yurduna. Öz elində, öz evində sağlıqlı ömürləri olsun.